Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Andy Burnhami təbrik edib. Təbrikdə deyilir. Hörmətli cənab baş nazir, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. BP şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpa olunan enerji sayəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bugün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir. Əminəm ki, Azərbaycanla Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafələrinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir. Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məhsul fəaliyyətinizdə uğurlar diləyirəm. Hörmətlə İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.